T-Network təhsilin gələcək mündəricatıdır. 2020-ci ildə Elm və Təhsil Nazirliyinin dəstəyi ilə əsası qoyulan T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platforması haqqında belə deyilir. T-Network'ın əsas məqsədi təhsil işçiləri arasında səmərəli əməkdaşlığı və kommunikasiyanı təşkil etməkdir. Platforma dünya standartlarını əlçatan edir. Təhsildə beynəlxalq yeni çağırışlara əsaslanan qabaqcıl təcrübələri yayır və müəllimlərin peşəkar inkişafını dəstəkləyir. Bu il tariximizin şanlı zəfəri ilə yanaşı T-Network'ın 5 illik yubileyidir. Xalqımızın zəfəri birliyin və iradənin təntənəsi olduğu kimi, müəllimlərin peşəkarlığı da gələcək nəsillərin zəfər zəmanətidir. Odur ki, T-Network müəllimlərin peşəkarlığına verdiyi töhfə ilə fəxr edir. T-Network öz təşəkkürümü bildirmək istəyirəm, çünki qısa müddət ərzində yaranmalarına baxmayaraq, hətta pandemiya dövrünün çətinliklərinə rağmen həqiqətən də Azərbaycan təhsil ictimaiyyətini dünyanın ən qabaqcıl təhsil adamları ilə əlaqələndirdiyinizə görə sizə böyük minnətdarlığımı bildirirəm və inanıram ki, zalda olan əksəriyyət bu fikirlə razıdır. Platforma yarandığı gündən təhsil millətin gələcəyidir fikrini özünə mayak seçib. İnsanları analar dünyaya gətirir, xalqları isə müəllimlər. Bu müdrik fikir T-Network'ın ilham qaynağı olub, fəaliyyətinə bələdçilik edib. Məzmunları 5 milyon dəfədən çox izlənən platforma bir çox ilklərə imza atıb. Direktorlar klubu, 6-cı dəfə keçirilən Təhsildə Yeni Çağırışlar Beynəlxalq Forumu və digər yüzlərlə təşəbbüs bu qəbildəndir. Bu təşəbbüslərdən 50 mindən çox müəllim faydalanıb. T-Network'ın təşkilatçılığı ilə Elm və Təhsil Nazirliyinin Facebook səhifəsində canlı yayımlanan Yeni Çağırışlar müzakirə proqramında Andreas Schleicher, Michael Fulon, Sal Khan və digər dünya şöhrətli xadimlər ilk dəfə olaraq öz təcrübələrini Azərbaycan auditoriyası ilə bölüşüblər. Proqram əsasında hazırlanmış Yeni Çağırışlar adlı kitab nüfuzlu professor Howard Gardner tərəfindən olduqca əhəmiyyətli nəşr kimi tövsiyə olunub. Hazırda platforma Harvard dərsinə start verib və bu unikal dərsdə Harvard Universitetinin professor müəllim heyəti ilə təhsildə keyfiyyətə yeni baxış təqdim edilir. I want to congratulate the T-Network for the way it has stimulated debate and improvement. Mən T-Network'u Azərbaycanda və bütün regionda təhsildə müzakirələrə və təkmilləşdirməyə təkan verdiyinə görə təbrik etmək istəyirəm. Sabahın məktəbləri tələbələrə müstəqil düşünməyə, iş yerlərində, habelə vətəndaş mövqelərində digər insanlara qarşı təəssübkeş olmaqda kömək etməlidir. Günümüzdə süni zəkanı insan iradəsini davamlı şəkildə sarsıdan bir qüvvə kimi görmək cazibədardır. Lakin bu, lən geri çəkilmə olmamalıdır. İnsanlar getdikcə daha çox yer alqoritmləri hasil edir. Təhsil bizə təcrid olunmuş, avtomatlaşdırıla bilən tapşırıqların cəmindən daha çox olmağa kömək edə bilməz. Süni zəkanın yüksəlişi təhsilin diqqətini kodla ifadə edilə bilinməyən insan qabiliyyətlərinə, şuurumuza, mürəkkəb münasibətləri idarə etmək, etik mühakimə yürütmək qabiliyyətimizə və həqiqətən yeni bir şey yaratmaq üçün qeyri-müəyyənliyə yönəldilməlidir. Və bütün bunlar məhz T-Network platformasının üzərində çalışdığı məsələlərdir. T-Network Azərbaycana dünyanın çox müxtəlif yerlərindən geniş təcrübə və baxışlar gətirir. Və bu, müəllimlərə və təhsil siyasətçilərinə müasir təhsilin çağırışlarını həll etməyə və gənclərə təkcə keçmişimiz üçün deyil, həm də onların gələcəyi üçün tədris və təhsil yolları barəsində dünyadan öyrənməyə kömək edə bilər. T-Network bir qrup qabaqcıl təhsil işçisini Singapur, Yaponiya, Estoniya, Finlandiya, Danimarka və digər ölkələrin təhsil təcrübəsi ilə də yerində tanış edib. Bununla yanaşı, T-Network'ın təşkilatçılığı ilə görkəmli xadim Andreas Schleicher'ın Dünya Standartları 21-ci əsrin təhsil sistemini necə qurmalı kitabı Azərbaycan dilində təqdim edilib. Bir sözlə, T-Network təhsildə yeni çağırışların mərkəzi olmaqdan qürur duyur. Təbii ki, bu 5 ildə əldə edilən nəticələr son dayanacaq deyil. Təhsildə yeni zəfərlərin başlanğıcıdır. T-Network daha təhsilli gələcək.